Yazdığım bir şeir qəlb oxşamasa, onu çox gərəksiz bir şey sanaram. İlhamım fikrimi tamamlamasa, səssiz alışaram, səssiz yanaram. Hər birinizi salamlayıram əziz izləyicilərimiz. Biz bugün Borçalımızın nakam şairi olan İsa Sadiq haqqında xüsusi buraxılışımıza davam edirik. Necə ki qeyd etdik əvvəlki verilişdə İsa Sadiqin çox qısa ömrü olub, ancaq o qısa ömrünə baxmayaraq bir çox lirik şeirlərin, poemaların müəllifi olub. Biz bugünkü xüsusi verilişimizdə İsa Sadiqi real həyatda görmüş şəxslərdən müsahibə götürəcəyik. Onlardan biri də Borçalımızın ziyalılarından biri olan Səadət Butadır. Səadət xanım, xoş gəlmisiniz. Bizim üçün çox dəyərlidir ki, İsa Sadiqi real həyatda görmüş insanlardan müsahibə almaq. Elə ilk sualımız bu olardı ki, İsa Sadiqi ilk dəfə harda gördünüz, necə tanış oldunuz? Bunun barədə bizə məlumat versəydiniz çox şad olardıq. Deməli, bizim Sovet Gürcüstanı qəzetimiz var idi. O qəzetin nəzdində Çeşmə Dərnəyi fəaliyyət göstərirdi. Mən onu elə bil ki, 68-ci ildə orta məktəbdə oxuyurdum. Dərnəyə getmişdim, orada gördüm ilk dəfə. Onun siması da çox diqqətə layiq, şeirləri də çox gözəl, ürəyə yatan olardı. Mən baxdım ki, hamı ona hörmət eləyir. Mən şeiri oxuyanda özümə yaxınlaşdı. Sual verdi ki, sən tələbəsən, orta məktəb şagirdisən də. Niyə sən qəmli yazırsan? Mən də dedim ki, nə bilim, duruxdum. Sonra o vaxt paket idi da, məktubunu göndərirdik. Məktubla bana bir şeir yazdı, göndərdi. Mənim bir şeirim var idi ki, dərdimdən dağda daş da yandı, belə bir şeir idi. O bana şeir yazıb göndərmişdi. Sən dərdinlə dağda daşı yandırdın, ağciyarım oldu qara, ay buta. Bu fələkdə mürvət yoxdur əzəldən, həsrət qoyur yarı yara, ay buta. Mən də ona cavab yazdım ki, İstəyim, deyim budur ulu tanrıdan, yar həsrət qalmasın yara ay isə, yaxşıca cananın, yaxşıca canın, yazmasın bəxtinə qara ay isə. İzin ver başına dönüm dolanım, yaxındır oduna alışım yanım. Şux tərlanım uçub səndən nə danayım, bülbülüm qonubdur xaran ay buta. Dağlara çökəndim, daşı dayandı, ağladım gözümün yaşı dayandı. Göynədim ürəyimin başı dayandı, olmadı dərdimə çarə, ay isə. Dərindir yarası İsa Sadiqin, yoxdur bil çarası İsa Sadiqin. Bulunmaz çarası İsa Sadiqin, yar həsrət qalıbdı yara ay buta. Bu dəyişməyə mən cavab yazandan sonra bir çox yenə dəyişməmiz oldu. Allah ona rəhmət eləsin, ruhu şad olsun. O həqiqətən də yaddaşlarda möhürlənib qalmış bir şairdi, hamı onu sevirdi. Öləndə, rəhmətə gedəndə mən gəlmək istədim, gəlin idim onda. Qaynanam icazə vermədi, çox ağladım, çox köyrəldim və onun ölümünə bir yana bir şeir yazdım. Çoxdur şeirimiz, dəyişməmiz. 2 dəfə gördüm mən. 2 dəfədə o mənim yaddaşımdan heç vaxt silinmədi. Səni günəş alsın, od qucağına nur olub torpağa ələn Sadiqim. Bu xəbər nə xəbər, yandım, qaraldım, duman ol tüstümə bələn Sadiqim. Bülbülün qonmadı gül budağına, bəy olub girmədin yar otağına. Anan necə dözsün oğul dağına, vədəsiz saralıb solan Sadiqim. Artırdın butanın sən məlalını, ölüncə ağlaram qəmli halına, bir daha görmərəm gül camalına. Ömrüm baharında solan Sadiqim, vədəsiz saralıb solan Sadiqim, solan Sadiqim. Allah rəhmət eləsin, məkanı cənnət olsun. Səadət xanım, növbəti sualım bu olardı. Təbii ki də İsa Sadiq bizlər üçün əbədidir və heç vaxt bizim qəlbimizdən, yaddaşımızdan silinməyəcək. Amma sualım bu cür olardı ki, əgər İsa Sadiq həyatda olsaydı, o bugün hansı mərtəbədə olardı və Borçalı ədəbiyyatına hansı töhfəni vermiş olardı? İsa Sadiqin çox möhtəşəm, püxtə qələmi var idi. Danışmağı da çox sevməzdi.
elə bil ki, dərya idi da. Təlatıma gələndə də qarşısında durmaq olmurdu. Az görsəm də o mənim yaddaşımdan heç vaxt silinmədi. Hamının ona hörməti var idi. O dərnəkdə 150-200 nəfər adam olardıq. Ancaq qadın az idi. Bir mən idim, bir də Gülizar var idi. O idi. İsə Sadiq öz az ömrümlə illərcə yaşam qoydu getdi. O ölməyib ki. Onu mən elə uşaq vaxtından da valla desələr ki, ölmüşəm ki, ağlamazsan eləmi, qəbrim üstə gəlib ağlamazsan eləmi. O şeirini həmişə rəhmətlik Həsən var idi, Həsən müəllim o kənddən. Aşıq Xındı Məmmədin qardaş oğluydu. O həmişə deyərdi, çox da gözəl deyirdi o şeiri. Yəni dillər əzbəri idi o şeiri İsa Sadiqin. Belədir də Allaha qurban olum, Müşfiq də az yaşayıb, ancaq elə bil ki, bir tarix qov gedib. Elə İsa Sadiq də Borçalıda bir tarix qov gedibdi ki, yaddan çıxılmır, unudulmur və unudulmayacaq. İsa Sadiq ölməyib, könüllərdə yaşayır. Bugün mən sizə Ulu Borçalımızın Böyük Muğanlı kəndində doğulub, yaşayıb yaratmış, unudulmaz şairimiz İsa Sadiq haqqında danışmaq istərdim. İsa Sadiq şeirlərini özündə məxsus bir üslubda yazmış nadir şairlərimizdəndir. Nakam şair kimi tanınan İsa Sadiq yaşadığı qısa ömür yolunda öz şeirləri ilə bütün Borçalıda tanındı. Onun Borçalıda gəz, bu toyda, yeri görünür, Muğanlı, gedirəm, oğluma nəsihət, könlüm istəyir kimi şeirləri aşıqların dilində əzbər olmuşdu. Mən də İsa Sadiq yaradıcılığının vurğunu olduğum üçün, onun pərəstişkarı olduğum üçün ona bir şeir yazmışam. Şeir onun həyatını tam şəkildə əhatə etməsə də, istərdim onu sizlərlə bölüşüm. Şeir belə adlanır. Bir şair yaşadı Qaş Muğanlıda. El oba içində sevib sevilən bir şair yaşadı Qaş Muğanlıda. Sözləri dillərdən dillərə düşən bir şair yaşadı Qaş Muğanlıda. İsa Sadiq kimi yaddaşda qaldı. Təbini eşqdən, sevgidən aldı. Hər sözü, söhbəti bir dastan oldu. Bir şair yaşadı Qaş Muğanlıda. Sevgidən yazmaqdan doymadı bir an. Ömrünü sevgiyə o verdi qurban. El oba deyəcək, keçsə də zaman. Bir şair yaşadı Qaş Muğanlıda. Eşq ilə yoğruldu hər bir misrası. Aləmə yayıldı səsi, sədası. Kamranın sözünün budur mənası. Bir şair yaşadı Qaş Muğanlıda. Allah İsa Sadiqə rəhmət eləsin, ruhu şad olsun. Onun şeirləri həmişə qəlblərdə yaşayıb və yaşayacaqdır. Əziz izləyicilərimiz, hal-hazırda İsa Sadiqin həyat və yaradıcılığına həsr etdiyimiz xüsusi buraxılışımızın növbəti qonağı onun bacısı oğlu Fazil Həsənovdur. Fazil müəllim, çox sağ olun bu müsahibəyə razı olduğunuz üçün. İlk sualım olardı ki, İsa Sadiqlə bağlı xatirələrinizi, düşüncələrinizi bölüşə bilərsinizmi? İsa Sadiq təbiətən necə bir insan olmuşdur və sizin fikrinizcə İsa Sadiq yaradıcılığında əsas rol nə oynamışdır? Çox təşəkkür edirəm. İlk öncəsi yaradıcı heyətə mən sizin ilk proqramınızı diqqətlə izlədim. Təkcə mən yox, elə qohumlar, yaxınlar, dostlarımız diqqətlə baxdılar ona. Çox təəssürat verici bir veriliş idi. Sanki 50 il bundan qabaq dünyasını dəyişmiş nakam bir şairin özü demişkiniz, bir ömrün faciəsini yenidən canlandırdınız və çox duyğulandırdı sizin həmin proqram hamımızı. Qaldı isə Sadiq bəlkə irsiyyəti, bəlkə də öyrənməlidir. Onun yaradıcılığı haqqında hər geniş danışılmalıdır. Eləcə də yeni mətbuatda tez-tez ona müraciət edənlər var. Mən nə deyə bilərəm isə Sadiq haqqında? Yaş fərqimiz olmasına baxmayaraq, mən 5 yaşım var idi onunla tanış olanda, biraz ailəmizdə müəyyən mübahisələr olmuşdu və biz iki tərəf
ana tərəfindən barışığımız olanda mənim artıq 5 yaşım var idi. O 5 yaşından sonra demək olar ki, mən həmişə tətil vaxtları, məktəbdən kənarlaşan vaxtları 3 ay həmişə kənddə qalardım, Böyük Muğanında və ən çox da dostluq elədiyim isə Sadiq olubdu. O məni həyatı öyrətdi, xramda üzməyi öyrətdi, dağlarda gəzməyi öyrətdi, universitetə qəbul eləməyə apardı, aylarla mənim yanımda qaldı. Əlbəttə ki, mən onun daxili aləmini çox yaxından tanıyan bir insan kimi elə demək olar onunla barabar böyüdüm. Qaldı isə Sadiqin necə adam olduğu onun əsərlərindən də oxuduğumuz şeirlərindən də məlum olur. O zahirən çox gözəl, yaraşıqlı, həqiqətən belə bənzərsiz bir forması olan bir insan idi. Daxili aləminə gəldikcə isə onu dərk etmək çox çətin idi. O çox təzadlı hərəkətləri, dünya görüşü, münasibətləri insanı həmişə düşündürürdü ki, bu başqalarına bənzəmir. Adi belə bir şey deyim. Orta məktəbi əla qiymətlərlə bitirməsi ilə bağlı ali məktəblərdə də bir yerdə dayana bilmirdi. Təsəvvür edin ki, hardasa da Pedaqoji İnstitutunda o dövrlərdə Riyaziyyat fakültəsində qəbul oxuyur. Bir ildən sonra orada sənədlərini götürüb, gedir başqa bir universitetə, Politexnik İnstitutuna qəbul olur. Bir neçə il orada oxuyandan sonra oradan da yarım çəkişir, gedir universitetin jurnalistika fakültəsində. Yəni, bütün bu, baxsanız, o dövr üçün o fənlər tamamilə fərqlidir. Yəni, humanitar fərqlərlə texniki fərqlər arasındakı ayrıqlı bilirsin nə qədər dərindir, ancaq o qədər universal adam idi, bu yerə göyə, yəni yaşadığı aləmə sığışmırdı. Bax, onun ən böyük faciəsi də o idi. O sığışmırdı yaşadığı cəmiyyətə. O nə istədiyini belə biz dərk edə bilmirdik. Onun yazıları, onun şeiriyyat aləminə də, onun poemalarına da nəzər yetirsəniz, görərsiniz ki, həqiqətən bu insan bu material dünyada özünə yer tapa bilmədi. Bunun xüsusiyyətlərindən biri o idi. İstedad, dərin istedada malik olan bir insan idi. Gözəl rəssam idi, şair idi, yazar idi, jurnalist idi. Çox böyük riyaziyyatçı idi, çox gözəl şaxmatist idi. Və yəni çoxu onu saymaq olur, onun dairəsini, onun fikirlərini, onun düşüncəsini, həyat tərzini. Ancaq onların bu proqram çərçivəsində onu sığışdırmaq bir qədər çətindir. Düşünürəm ki, mən belə deyirəm ki, Allah Taala onun xatunun simasında eşq vermişdi. Ona görə yox isə ki, ona görə özünə nətər deyim, onun Allahın eşqi idi o. Allahın verdiyi eşqi idi. O bir qız eşqi deyildi. O daha dərin bir eşq. Bəli, o elə bir dərin eşqi idi ki, onun dünya... İndi sağlıq olsun da gələcək, bəlkə Burçaldan bir el oğul çıxacaq, bəlkə Azərbaycandan, bəlkə Türkiyədən kimsə İsa Sadiqi təzədən təzələyəcək, onun misralarını nətər deyim, yaddaşlara köçürəcək, təzədən elmə əsər mi yazacaq, nə qayıracaq, İsa Sadiqi bir də ideallaşdıracaq. Çünki Allah Taala heç kəsi bax, ilham verdiyi insanı heç vaxt yaratmayıb, qurban olum ona. Ona görə ki, onu dəhşət eləmək istəyib. İsa Sadiqi də elə. Onu dəhşət eləmək üçün İsa Sadiq elədi. Onun şeirlərini, əsərlərini oxuyan adam orada İsa Sadiqin həyatının nə qədər çətin, mürəkkəb, ziddiyyətli olduğunu görürlər və başa düşmək də çətindir. Belə deyək də, bir obrazını desək, onun əsərlərinin qəhrəmanı sevdiyi bir qadın, xatın xatırlatmaq istərdim. Bəli, sizin iş verilişdə də onunla müsahibəniz var. Mən xatınla bir neçə dəfə görüşdüm. Onun haqqında siz mənə verdiyiniz sualları mən ona da verdim. Və hər bir insan, tamamilə fərqli bir insan, onun kitabını oxuyanda İsa Sadiqin faciəsini xatınla bağlayırlar. Düşünürlər ki, məsəl üçün, onun bütün həyatını məhv edən günahkarı xatındır. Amma mən öz gəldiyim qərar budur ki, İsa Sadiq üçün iki xatın var idi. Biri həyatda yaşayan, həyatda olan xatın, ikincisi isə onun
fərziyyələrində, xəyallarında canlandırdığı ifadə. Sanki elə çıxır ki, bu əsərinin obrazı, qəhrəman olan xatın tamamilə fərqli bir insandır. Onunla mübahisələr eləyir, ondan inciyir, ondan küsür, onunla səhərə qədər öz daxili aləmini bölüşdürməyə çalışır, onu vəfasız adlandırır, sədaqətsiz adlandırır. Ancaq həyatda olan qadınlarda, həyatda olan xatında bu yoxdur. Xatın ona bağlı olur, xatın ona cavab verir, müsbət, ona öz hisslərini göstərir, ona münasibətini göstərir, amma sadəcə olaraq o münasibətdən yararlana bilmir, istəmir. Sanki bu bir şam kimi içindən yarıya-yarıya, yana-yana qalır. Elə bil ki, İsa Sadiqin həyatı yanmaqla idi. Şam yanmayanda yaşanır, elə bil ki, İsa Sadiq də yanmalı idi, yaşasın, yaratsın və s. Bax, bu gün belə bir şəxsiyyət idi, çox bir qəribə xüsusiyyətlərə məxsus olan bir insan idi və ona görə də ki, yəqin material dünyada çox yaşaya bilmədi. Mən xatınla söhbət edəndə, xatın evladlarımla söhbət edəndə, arxivlə xatından götürəndə, mən onun duyğularına, səmimiyyətinə bugün də inanıram. Yəni, xatınla İsa'ya olan münasibəti, İsa'nın xatına olan münasibət tamamilə fərqlidir. O, sadəcə olaraq fantaziyalarında, bəlkə də xəyallarında yaşadığı xatından həyatda olan xatını ayıra bilmədi. Onun məhv olması səhvlərindən də biri o idi. Ona görə hardasa da bir insan, mən şəxsən çox narahat oluram ki, insanlar onun əsərlərini, poemalarını oxuduqca, şeiriyyat aləmi ilə tanış olduqca nədənsə də xatını günahlandırır. Yəni, elə təəssürat yarar. Amma xatının heç bir günahı yoxdur. Mənim üçün xatının heç bir günahı yox idi. O sadəcə olaraq bu bizim dünyamıza uyğunlaşa bilmədi, yaşaya bilmədi, özünə yer tapa bilmədi. Doğrudan da sadiq idi o, hər şeydə. Dostluqda, sevgidə, yoldaşlıqda, qohumluqda, qardaşlıqda, hər şeydə sadiq idi. Allah haqqı. Çox heyf. Amma sevinirəm ki, belə xatırlayırlar, yada salırlar. Bir vaxt arada, Allah rəhmət eləsin, Yusuf müəllim, o çox can atardı həmişə. Ən ağrılı yeri idisə Sadiq onun. Göynüyərdi sədən söz düşəndə. Ondan sonra elə biliylə ki, biraz nətər deyim, soyuqlaşma getdi arada. İndi çox sevinirəm ki, yenə İsa'nı xatırlayırlar. Qoy gələcək o körpələrimiz də bilsin ki, İsa Borçalıda doğulub. Ancaq İsa bütün dünyaya boylanan bir şair idi. Orta məktəbdə ədəbiyyat fənnindən bizə Kərimov isə dərs deyirdi. Heç yadımdan çıxmaz 69-70-ci illərdə rəhmətli İsa Sadiq İsa müəllimi hərdən gəlib əvəz eləyirdi. İsa müəllimi çox gözəl dərs deyirdi. Dərs keçərkən dərsə aid şeirlər söyləyirdi, gözəl nümunələr gətirirdi. Onun dərsini sevə-sevə oxuyurduq. Amma bütün bunlara baxmayaraq, hamımızın ürəyimizdən keçir ki, kaş İsa Sadiq gələydi. İsa müəllimin xətrinə dəyməsin deyə bu sözü dilimizə gətirmirdik. Rəhmətli İsa Sadiq çox gözəl oğlan idi. Bütün yuxarı sinif qızların demək olar ki, hamısının gözü ondaydı. Amma rəhmətli heç gözünün ucunla da heç kəsə baxmırdı. Çünki onun sevdiyi qız var idi. Çox təəssüf ki, qızla nişanlanmışdı başqasına. İsa Sadiqin demək olar ki, şeirlərinin çoxusu sevgiyə həsr olunmuşdu. Onun şeirləri toy məclislərində tamadalar tərəfindən söylənilir, müəllimlər tərəfindən bəstələnib oxunurdu. Onun gözəl şeirləri var idi. Mən istəyərdim toylarda çox oxunan bir şeirini deyim. Sevdalı oğlanam, yazıram mən də, görüm nur ələnsin bu gözəl kəndə. Badələr süzülüb söz deyiləndə, oxunsun Sadiqin sözü bu toyda. Onun keçdiyi dərs könlümüzü çox oxşuyurdu. Başımız o qədər qarışırdı ki, heç zəngin haçan vurulduğunu hiss eləmirdik. Amma hər dərsin sonunda ondan xahiş eləyirdik ki, öz şeirlərindən də desin. Və bizim xətrimizə dəymirdi, şeirlərindən deyirdi.
1971-ci ildə mən orta təhsilimi bitirib Bakıya gəldim, təhsilimi davam elətdirmək üçün. Amma hər kəndə gedəndə, tətillərdə kəndə gedəndə onun çox çətinlik də olsa da, onun şeirlərini axtarıb tapırdım, oxuyurdum. İsa Sadiqəm, eşqimdə düzəm, harda yol yerisən, səhrayam düzəm. Gərək bu şeirimi telinə düzəm, ölsəm gəlib ağlamazsan, eləmi? Amma o öləndə nəinki sevdiyi qız, hətta bütün Borçalı ağladı. Onun gedişi bizə çox təsir eləmişdi. O vaxt mənə çox təsir eləmişdi. Bədayətən 7 bəndli bir şeir yazmışdım. Onun 5 bəndi yadımda qalıb. Nakam şair, nakam getdin, getməyə niyə tələsdin? Hələ gedəsi deyirdin, getməyə niyə tələsdin? Şeir sənət ocağıydın, batı güney sorağıydın, dan yerinin sazağıydın, getməyə niyə tələsdin? Söz ağası, söz dəlisi, söz talası, söz zəmisi, söz dəryası, söz gəmisi, getməyə niyə tələsdin? Eşq, məhəbbət ələmiydin, günəşiydin, qəməriydin, fərhadiydin, kərəmiydin, getməyə niyə tələsdin? Həqiqət səndən güc aldı, saza sözə meyil saldı, deyilməmiş sözün qaldı, getməyə niyə tələsdin? Getməyə niyə tələsdin? Ruhu şad olsun, Allah ona rəhmət eləsin. Bir insanı tanımaq üçün, bir insanın əsərlərinə yaxınlaşmaq üçün gərək insanın öz həyatını öyrənəsən, müəllifin özü. Sizin İsa Sadiq yaradıcılığına müraciət eləməyiniz, ilk verilişi hazırlamanız, mən düşünürəm ki, çox adamları maraqlandıracaq və gənclər yəqin ki, ondan bəhrələnmək üçün onun yazılarından istifadə edə bilərlər. Təxminən sizə belə bir əhvalat danışım. İsa Sadiqin kitabı hazır olandan sonra biz onu ehsan olaraq 600 nüsxəni paylaşdırdıq insanların, tanıdıqlarını, jurnalistlər, yazarlar, ziyalılarımız arasında, qohum əqrabaların arasında məndə bir neçə nüsxə qalmışdı özüm üçün. Və bir gün bir yaxın adam gəldi ki, İsa Sadiqin kitabı lazımdır. Mən bazarda yanımda bir qadın, alış-veriş edən bir qadın yanımda oturur və hər gün başını aşağı salıb bir kitab oxuyur və ağlayır. Mən ondan soruşdum ki, niyə ağlayırsan? Deyir, mən tanımadığım bir İsa Sadiq var, onun həyatını ağlayıram. Və eyni zamanda mən bilirəm ki, mənim həyatım da ona çox bənzəyir. Hər adam öz həyatını uğruna axtarırdı. Bu gəlib mənə dedi ki, mən dedi, nədən ötürü bir neçə gündür mən ona təsəlli verirəm. Və axırıncı gün mənə dedi ki, ağlamağın bir də səbəbi var ki, bu kitabı mənə verirlər, məndən aparacaqlar, mən bu kitab qalmayacaq. Mən o kitabla yatıb qalxıram. Mən özüm üçün saxladığım kitabı da həmin qadına, heç adını tanımadığım qadına göndərdim. Hər gəl onun şeirləri, yaradıcılığı bir qəlbə, bir ruha toxunursa da əlbəttə ki, onu yaşatmağa dəyər. Və siz bugün yenə deyirəm, çox sağ olun ki, onun yaradıcılığına bir yeni nəzər və yanaşırsınız və sizin saytınızda və yaxud da proqramlarda, internetdə insanlar götürürlər və Sadiqlə yaxın tanış olandan sonra mən düşünürəm ki, onda onların şairin yaradıcılığına və başqa ədəblərin yaradıcılığına meyil artacaq. Sadəcə olaraq həmin müəllifləri bugün tamamilə başqa bir tərzdə çatdırmaq lazımdır oxuyucuya. Fazil müəllim, mən bu sualı bir sıra müsahiblərimə vermişəm və təbii ki də fərqli cavablar almışam. Ancaq sizdən də bir bacısı oğlu kimi bu suala cavab almaq bizim üçün çox dəyərlidir. Sualım bu cür olardı ki, əgər İsa Sadiq bu gün həyatda olsaydı, o Borçalı ədəbiyyatında indi hansı yer tutmuşdur müasir dövrdə? Təbii ki də İsa Sadiq qısa ömrünə baxmayaraq, onsuz da bizim qəlblərimizdə silinməz iz buraxıb. Ancaq bu gün o həyatda olsaydı, Borçalı ədəbiyyatına başqa hansı töhfələri verərdi və hansı mərtəbədə olardı? İndi bilirsiniz, o yaradıcılığının gənc dövründə özünü intihar elədi. Ancaq o poemalarını, əsərlərinə yaxınlaşdıqca görürsən ki, bu çox böyük istedadlı bir insan olduğu üçün adlarını çəkmək istəməzdim. Əlbəttə ki, bizim Borçalıdan çox istedadlı insanlarımız, ədəblərimiz formalaşıbdır və düşünürəm ki, onların sıralarında ola bilərdi və çox insanlarımıza örnek ola bilərdi və Borçalının bir işığı vaxtsız sönməzdi. Mən elə görürəm.
Ürək vəcdə gəlir, könül dil açır, günəş yer üzünə al şəfəq saçır, bülbüllər ötüşür, turaçlar qaçır, belə bir dövrandan necə ayrılım, qönçələr açılır yaz nəfəsi ilə, şam iftixar edir pərvanəsi ilə, şıltaq bir gəncliyin nişanəsi ilə, zülfü pərişandan necə ayrılım. Xəyalım dolanır, eli obanı, həm dağları gəzir, həm də aranı, əzəldən olmuşam onun mehmanı, bu şirin xəyaldan necə ayrılım. Asiman gözəldir, həyat nəşəli, sədaqət üstündə durur təməli, sadiqin qəlbinin ilki əzəli, oşuq mehribandan necə ayrılım. Fazil müəllim, biz bilirik ki, İsa Sadiq Məşədilər nəslindəndir. Sizdən xahiş edərdik ki, bu nəsil haqqında bizə ətraflı məlumat verərdiniz. Ümumiyyətlə, bunlara Məşədilər deyir, o nəslə Məşədilər, rəhmətli babamla bağlı yəqin Məşədi İbrahim Məşədə gedib gəldiyinə görə Məşədilər çox istedadlıdır hamısı. Yəni, onların hamısında şairliyi, rəssamlığa, daxili aləmləri. Ümumiyyətlə, mən bütün Böyük Muğanlı kəndində görmüşəm. Böyük əksəriyyəti, yəni Sarvandan fərqli olaraq Böyük Muğanlı kəndi bizdə həmişə yazan, yaradan, ədəbiyyata meyilli, musiqiyə meyilli olan insanlar olubdur. Və düşünürəm, bu harasa genlərlə bağlı ola bilər. İsa Sadiq dünyasını dəyişəndən sonra anası Fatimə, mənim nənəm Fatimə saatlarla mənə şeirlər oxuyardı. Saatlarla. Mən deyərdim ki, bu haradadır? Sən yazırsan mı? Deyir, yox, öz şeirlərimdir. Deməli, oradan gəlir, oradan qaynaqlanır. Yəni, onun öz şeirləri olubdur, öz şeirlərini yazıbdır, öz şeirlərindən bayatılar, o qədərləri. İndi çox o vaxtlar mən gənc idim, rəhmətə gedəndə, mən ilk zaman olsaydı, onların hamısını yığardım, yığışdırardım, bir kitab alma sağa bilərdik. Bəlkə də elə sir də buradadır, əsas sir. Əziz izləyicilərimiz, hal-hazırda İsa Sadiqə həsr etdiyimiz xüsusi buraxılışımız davam edir. Bugünkü qonağımız Gürcüstan Azərbaycanlıları Konqresinin əməkdaşı, eyni zamanda Borçalıda tanınmış ziyalı və şairlərdən biri olan İbrahim Xəlil bəydir. İbrahim Xəlil bəy, çox sağ olun müsahibəyə razılaşdığınız üçün. Sizə bir sualım olardı. Biz bilirik ki, gələn il İsa Sadiqin 80 illik yubileyi qeyd olunacaq. Eyni zamanda İsa Sadiq bir məhəbbət, eşq şairidir. İsa Sadiqin yaradıcılığı, eyni zamanda onun 80 illik yubileyi ilə əlaqədar təəssüratlarınızı bölüşə bilərsinizmi? Təşəkkür edirəm Gülgün xanım, dəvət üçün çox sağ olun. Şair haqqında danışmaq həm asandır, həm də çox çətindir. Niyə çətindir? Çünki şairin danışdığı dil poeziya dilidir. Böyük şairlər belə deyirlər ki, şairin dili, yəni poeziya dilində mələklər danışır. İsa Sadiqə Allah rəhmət eyləsin, bizim unudulmaz şairimizdir. Biz ona nakam şair deyirik, əslində ölməz şairdir. Çünki həyatı qısa olsa da əsərlərin ömrü uzun oldu. Bizdən sonra da onun əsərləri yaşayacaq inşallah. Heç vaxt ümidini itirməyən İsa öz intiharınla bəlkə intihara yox dedi. Gürcüstanımızda bəlkə ilk dəfə olaraq öz intiharınla neçə intiharları saxladı. Ümidi heç vaxt ölmədi, çox qəribədir. Görün nə deyir, zəhmət olmasın. İnsanın qəribə təbiəti var, ümidlə yaşayır son anında da. İnsan əl çatmayan bir şey arzular, ömrün ən ümidsiz zamanında da. İsa Sadiqin bir yaradıcılıq xüsusiyyəti olubdur. Özünə məxsus yaradıcılıq xüsusiyyəti olubdur. Özündən çox bizim dahilərimizi tanıdıqdır. Özünə işarə eləməyibdir, həmişə onlara işarə eləyibdir. Məsələn, bir şeirin bir bəndində belə deyir.
baharı sevirəm. Çünki baharda oxşuyur qəlbimi bülbül səsləri. Baharı sevirəm. Çünki baharda gül açır Vaqifin bənövşələri. Bu unudulmaz şairimiz, bizim dahi şairimiz Molla Pənah Vaqifə işarədir. Bilirsiniz, Azərbaycan poeziyası Füzulidən sonra Vaqiflə başlayır. O incilər yaradıbdı, İsa Sadiq bunları bilirdi, oxuyurdu, mütaliə edirdi. Onun mütaliəsi haqqında yeri gəlmişkən bir şey demək istəyirəm. İsa Sadiqin 1969-cu ildə qələmə aldığı belə bir şeir var. Ağaçlar niyə ayaq üstə ölürlər? Yəni bu, biz araşdırma apardıq. Yəni əsərlərlə bağlı bilirsiniz, İsa Sadiqin kitabı, ilk kitabı çıxıb 1999-cu ildə. Allah rəhmət eləsin. Elman Kələyevə, yəni Elman müəllimə və İslam müəllimə, İslam Əliyevə. Onlar bu kitabın redaktorlarıdır. Fazil Həsənov da Azərbaycanlıların Mədəniyyət Mərkəzinin rəhbəri, həm də qohumu Fazil müəllim bu kitabı bəli, həm ərsəyə gəlməsində yəni sponsorunu eləyib, həm də onun tərtibatçısı olubdur. Yəni o düzü şeirləri, yəni ardıcıl surətdə o düzüdür və biz indi bu kitabın əsasında yəni eyni zamanda haqqında yazılanlar ki, kitab eləyirik. Yəni 80 illik ərəfəsində Konqresimizin sədri Hüseyin müəllimin rəhbərliyi ilə iki kitabı buraxacaq inşallah. Bu kitaba, yəni mən haqqında yazılanlar haqqında deyirəm, Profesor Abbas Hacıyevin iki məşhur məqaləsi var İsa Sadiq haqqında. Hətta o işlədiyi institutda mühazirə oxuyur İsa Sadiqdən. Bəlkə qaydaları pozubdur, qaydadan kənar, amma o boyda könlünü oxşuyur ki, Abbas müəllimin mühazirə oxuyurdu. O elmi məqalələr əsasında. Çox sağ olsun oğlu Asif müəllim, Asif Hacılı o yazıları bizə göndərdi. Yeri gəlmişkən xahiş edirəm, mən buradan səslənirəm, kimin ki sözü var, İsa Sadiq haqqında xatirəsi var, əməkdaşımız Ayda xanıma, Ayda Əsgərovaya müraciət edə bilərlər. Yəni əlaqə qurub yazılarını ona göndərə bilərlər. Bundan başqa haqqında yazılanlar haqqında rəhmətli Əşrəf Xındı Məmmədoğlu'nun İsa Sadiq və Xatın dastanı var. Biz sizlə yadınızda olar, söhbət zamanı bu poemadan çox yaxşı poemadır, dəyərli poemadır. Allah rəhmət eləsin Əşrəf müəllimədə, yəni ustad aşıq olubdur, Xındı Məmmədin oğlu olub. Bundan başqa ilk dəfə olaraq yaxın qohumu, yəni əmsi, atası, babası sayılan Yusiflinin yenə eyni adlı İsa Sadiq və Xatın poeması var. Onun kitabı İsa Sadiqin poetik dünyası bizim tanınmış şairəmiz Səadət xanımın, Səadət Butanın şeirlərinə istifadə olunacaq həmən kitabda, yəni haqqında yazılanlarda Bakı şəhərində yaşayan Həqiqət xanımın, Həqiqət Qaraliyevanın şeirləri, əsərləri təmsil olunacaqdır ikinci kitabda. Sizə bir sualım var. Həmin ikinci kitabda elə şeirlər olunacaqmı İsa Sadiqin, hansı ki əvvəlki kitablarda çap olunmayıb, amma yeni kəşf elədiniz və yeni kitabda onların çap olunması ehtimalı varmı? Gülgün xanım, çox sağ ol. Bu çox yerinə düşən bir sualdır. Çünki biz bu haqda bir anonsunu eləməmişik. İlk dəfə buradan anons eləyirik. İsa Sadiqin yəni kitabına, yəni öz əsərlərinə ibarət olan kitabına ilk dəfə olaraq yeni şeirlər daxildir. Yeni şeirlər. Bu da əməyə keçənlərə buradan təşəkkür edirik, sağ ol deyirik, minnətdarlığımızı bildiririk. Burada bir Söyüm müəllimin xüsusi var indi. Adətən belədir ki, İsa Sadiq sevgisi təkcə oxucuların olmur, şairlərin olmur. Həm də öz yaxın qohumların olur. Yəni bir qohum kimi Söyüm müəllim əziyyət çəkibdir və o şeirləri tapıb, o dəftərləri tapıb və o yeni şeirlər inşallah kitabda olacaq. Mən biraz iləri getdim. Bu
ağaçlar ağac üstə ölürlər. İsa Sadiq də yəni bir ağaçlar düz onu kəsənlər çoxdur, onu doğrayanlar çoxdur, yəni baltalayanlar çoxdur, xüsusən şairləri. Və İsa Sadiq də hesab edirəm ki, bir ayaqda öldü, yəni bir kökü torpaqda olan bir ağac olaraq biz onun intiharının mahiyyətini biz o vaxtda danışmayaq, onun şeirlərindən danışaq, onu ölməz eləyən, onu əbədi yaşar eləyən şeirlərindən danışaq. Bütün müəlliflərin yeri var ədəbiyyatın altında, hamı yaza bilər, kitab buraxdıra bilər, çıxış eləyə bilər. Amma İsa Sadiq bizim ədəbiyyatımızın Mikail Müşfiqidir. Təkcə simvolik olaraq yox, əsərlərlə də. Müşfiqi çox oxuyub, Müşfiqi əzbərdən bilibdir. Məsələn, bu bəndindən istifadə edilib İsa Sadiq, Mikail Müşfiqin. Şairə ilhamına maya gərəkdir, anasız çocuğa daya gərəkdir. Şairəm söylüyor yerindən duran, adamın üzündə həya gərəkdir. O boyda həyasına sığır İsa Sadiq. İsa Sadiq düşünür ki, başqa şairləri mən birdən yerini dar eləyərəm. O boyda təvazökar olubdur. İsa'nın burada bir şeiri var, amma bir sətr altısı var onun. Doğrudur, o bir növ sevgilisine hitaben sanki bir qarğış eləyir. Amma altında bir saf sevginin düzəltiləri var. Olarsa bir şeir oxumaq istəyirəm. Səni başqasına nişanladılar, nişan paltarların ütülü qalsın. Könlümün evini söktüyün üçün sənin də can evin sökülü qalsın. Demirəm sevgidən doydun ay zalım. Bilirəm nəyəsə uydun ay zalım, boynumu bükülü qoydun ay zalım. Boynun mənim kimi bükülü qalsın. Talih vicdanını çarpaz dağlasın, ürəyin yaz tutsun, gözün ağlasın. Mən qarğış etmirəm, Allah qarğasın. Göz yaşım ömürlük tökülü qalsın. Sadiqəm yolunda canımdan keçdim, ağlar yaladım, zəhərlər içdim. Bu axşam gəlinlik paltarı biçdin, gəlinlik paltarı biçili qalsın. Yəni İsa Sadiq bunu arzuluyurdu ki, bəlkə əhdə vəfa çıxmayan, istər xanım olsun, istər bəy olsun, onlara bir tövsiyə eləyir ki, əslində bu qarşıda bir tövsiyə var ki, etibarlı olun. Bir-birinizə, əhdinizə sadiq çıxın, əhdinizə doğru olun. Hüseyn müəllim, yəqin ki, siz xatırlayırsınız. Biz Borçalı'nın gəzilik proqramı çərçivəsində siz bizə bildirmişdiniz ki, İsa Sadiq haqqında bu mövzuya toxunun, bu mövzuya müraciət edin. Təbii ki, biz onda səmimi olsam deyə bilərəm ki, mənim ümumiyyətlə məlumatım yox idi İsa Sadiq haqqında və biraz mənim üçün də maraqlı idi. Ancaq biz iş yoldaşlarımla bərabər İsa Sadiq mövzusuna toxunanda həqiqətən İsa Sadiqi kəşf elədik və onun yaradıcılığını, onun məsələn şeirlərinə toxunduq. Hətta özüm də bu şeirləri oxudum şəxsən və doğrudan da məndə çox böyük duyğular oyandırdı. Təbii ki, biz işçi qrup olaraq daha dərindən başa düşdük ki, nəyə görə bu mövzuya müraciət edirik. Ancaq izləyicilərimizə bu haqda, İsa Sadiq haqqında daha ətraflı məlumat versək, nəyə görə bu mövzuya müraciət elədik, sizin dilinizdən eşitsək daha maraqlı olar. Siz Qafqaz Türk Medianın, eyni zamanda Gürcüstan Azərbaycanlıları Konqresinin sədri olaraq bu mövzu ilə, İsa Sadiq mövzusundan, bu şairimizlə əlaqədar təəssüratlarınızı bölüşə bilərsinizmi? Mən ilk növbədə Gülgün xanım sizə və bütün işçi qrupuna, çəkiliş qrupuna öz böyük təşəkkürlərimi çatdırmaq istəyirəm. Çünki Sadiq mövzusuna müraciət edərək sanki biz bir
böyük suların bir okeanın ünvanına dalmış olduq və oradan mən əminəm ki, siz gənclər də özünüz üçün çox şeylər götürdünüz. Xas ki, həyatda sizə lazım ola biləcək, dərs ola biləcək nələrsə götürdünüz. Buna görə hər birinizə ayrı-ayrılıqda bir daha ürəkdən təşəkkür edirəm. Və təsadüfi deyil ki, siz öncə biz bu söhbəti eləyəndə düşünürdünüz ki, bir veriliş üçün bu material az ola bilər. Amma sonra biz toplaşıb, deməli, redaksiya heyəti hamınız birlikdə qərar verməli oldunuz ki, ikinci bir xüsusi proqram çəkilməyə də qərar verdiniz bu İsə Sadiq mövzusundan bağlı. Çünki bilirsiniz, İsə Sadiq 20-ci əsrdə yaşanmış bir Leyli Məcnundur. 20-ci əsrdə yaşanmış bir Fərhad Şirindir. 20-ci əsrdə yaşanmış bir Əsli Kərəmdir. Bu da İsa Sadiq Xatundur, İsa Xatundur. Bu dastan bir hissəsi düzdür, mənim uşaqlıq, gənclik illərimə təsadüf edibdir amma mənim də gözlərimin önündə nələrsə olubdur. Mən də nələrəsə şahid olmuşam. Və bu dastan yaşandığı dövrdə yaşamış insanların sayı çox sürətlə azalır. Və biz demək ki, bəlkə də biraz gecikmişik bu proqramı çəkməkdə. Bəlkə də tam vaxtına təsadüf eləmişik. Amma hər halda gələcək nəslə ötürmək üçün, Türk dünyasına tanıtmaq üçün biz bu demək ki, cəsarətli addımı atdıq və elə başa düşürəm ki, bu uğurla alındı. İsə Sadiqi növbəti nəsillərə tanıtmaq lazım idi. Çünki elə bir dövrdə İsə Sadiq yaşamışdı ki, onda nə internet var idi, nə bugünkü qədər kütləvi informasiya vasitələri var idi. Yalnız dövlətin kontrolunda olan bir dənə televiziya, bir neçə qəzet və bunlar da yalnız eşq, məhəbbət mövzusu da o dövr üçün aktual mövzu deyildi işte. Ona görə də Sadiq də bir eşq şairi idi, bir aşiq bir şair idi və onun mövzusu əsasən öz sevgisinə, öz sevdiyi xanıma həsr olunurdu, sevdiyi Gürcistana həsr olunurdu, sevdiyi xalqına həsr olunurdu. Bütün bir çox dəyərləri var idi Sadiqin və bu dəyərlərin hər birinə sadiq idi o. Ona görə də mən sizə məsləhət bildim ki, Sadiq mövzusuna müraciət edəsiniz və mən fürsətdən istifadə edərək bu proqramda iştirak etmiş hər bir kəsi, az yaşlı uşaqlardan tutmuş, böyük ağsaqqallara qədər, Fazıl müəllim kimi böyük ziyalılarımıza qədər, Əzəmət həkim kimi dəyərli həkimlərimizə qədər, kimlər olmağından asılı olmayaraq, hər birinə ayrı-ayrılıqda öz təşəkkürümü bildirirəm ki, Sadiq haqda öz fikirlərini bildirdilər. Eyni zamanda Sadiq haqda yazmış adamlar, çox adamlar Sadiq mövzusuna müraciət ediblər, Sadiqi tanıyanlar, bilənlər və Sadiq haqda yazanlar hamısı eşqlə yazıblar, məhəbbətlə yazıblar. Məsələn, bizim sevimli el qızımız, şair Həqiqət xanım Cəfər qızının yazdığı şeiri mən oxuyanda özümdən asılı olmayaraq gözümdən yaş gəldi mənim. O mümkün deyil ki, onu bir nəbzin dəyişmədən oxuyasan. Mümkün deyil ki, sən demək ki, bütün dünya baxışın dəyişmədən oxuyasan. O dərəcədə bir hissiyatlı bir şeirdir. O dərəcədə səni öz içərisinə alıb aparan bir şeirdir. Eyni zamanda Səadət Qutanın Sadiqlə canlı deyişmələri olubdur. Ona həsrlədiyi dastanı var. Eyni zamanda məsələn Abbas Hacıyev, Bakıda rəhmətli professor Abbas Hacıyev Sadiq yaradıcılığını orada dərsliyə salıbdı universitet tədrisində. Və o materialları onun oğlu Asif müəllim göndəribdi. Mənə növbəti kitabın üzərində bilirsiniz işləyir, İbrahim müəllim məlumat veribdi. O kitaba onların hamısı əlavə olunacaqdı. Bizim gənc şairlərimizdən Kamran Məmmədov çox gözəl şeir yazıbdı. Və bilirsiniz, mən bir şeyə də burada yeri gəlmişkən toxunmaq istəyirəm. Bəzən
deyirlər ki, Sadiqin kimsə qalmadı, oğul, uşaq filan. Bəli, hamımız istəyər ki, hamımızdan sonra kimlərsə qalsın. Amma inanın ki, Sadiqdən sonra doğulmuş biz nəsil. Yəni ki, mənim yaşıtlarım, məndən bir neçə yaş böyüklər və məndən sonrakılar orada çıxış eləyənlərdən Əzəmət həkim də, Fazil müəllim də və bir çox Kamran bəy də və mənim özüm də və yüzlərlə, minlərlə bizim oğlanlar, qızlar var ki, hansı ki biz hər birimiz özümüzü Sadiqin mənəvi övladları sayırıq. Sadiqin mənəvi davamçıları sayırıq. Hərəmiz bir sahədə, bir kəlmədə Sadiqi davam elətdirə biliriksə, yaşatdıra biliriksə, nə gözəl. Sadiq təkcə şair deyildi. Sadiq gözəl bir rəssam idi. Gözəl piano ifa eləyərdi. Bizim mədəniyyət evində Sadiq, rəhmətlik Gülabı və bir çox onların dövründə yaşamış o dövrün gəncləri böyük bir teatr truppası yaratmışdılar. Böyük onlar mədəniyyət xadimləri idi. Onlar ən böyük əsərləri səhnələşdirirdilər orada. Eyni zamanda Sadiqin gözəl şahmat oynaması və Sadiqin bilirsiniz bir insanlara yanaşma tərzi, bir gülümsəyərək bizim başımızı tumarlayıb keçməsi, hərəmizə bir şeirlə sataşması, ilişməsi, bir gülməsi, ürəkdən bir qəhqəhə çəkib gülməsi, onların hərəsi bizdə nələrsə elədi. Və biz, şəxsən mən özüm də özümü Sadiqin övladı sayıram, onun davamçısı sayıram və hesab edirəm ki, mənim kimi özlərini Sadiqin mənəvi davamçısı hiss edən adamlar yüzlərlədir, minlərlədir və biz bu materialları hazırlayarkən o insanların inanın ki, hamısının təşəkkürünü qazanmış oluruq. Və onu tanımayan insanlara Sadiq dastanını tanıtmış olduq. Və burada mən xüsusi vurğulamadan keçə bilmərəm. Bizim demək ki, Sadiq və Xatun xanımın eşqini, məhəbbətini, onların bir-birinə olan sevgisini İsa özünə ləqəb götürmüşdü, Sadiq. Yəni ki, Xatuna olan eşqinə Sadiq idi, Gürcistana olan sevgisinə Sadiq idi, xalqına olan sevgisinə, şeirə, poeziya Sadiq idi. Məsələn, onun yazılarını oxuyanda görürsən ki, özünə örnək kimləri alıbdır? Vaqifləri alıbdır, müşfiqləri alıbdır, vurğunları alıbdır. Və Sadiq də onların poeziyasının Sadiq idi, o heca vəzninə Sadiq idi, onların yazı stilinə Sadiq idi. Və Xatun xanım da Sadiqə Sadiq olduğunu bugün də nümayiş elətdirir. Və mən xüsusi olaraq o xanıma təşəkkürümü bildirmək istəyirəm. O bizim dəvətimizi qəbul elədi, Bakıdan Gürcistana gəldi. Xüsusi olaraq demək ki, təyyarə ilə buraya gəldi və getdik, hamımız birlikdə Sadiqin qəbrini ziyarət elədik və orada onun keçirdiyi hisslər, onun o həyəcanı sanki canlı Sadiqlə söhbət edirdi o. O qəbri ziyarət eləyəndə o nə sizi görürdü, nə məni görürdü. O orada təkcə Sadiqi görürdü. Yenə də onlar bir ağacın altında idilər, yenə də söhbət eləyirdilər. Onlar bir araya biz yenidən onları gətirə bildiksə, inanın ki, bizim üçün bu həyatımızın ən yadda qalan bir günü ola bilər bizim hər birimizin. Ona görə də bütün Sadiq sevərlərə mən buradan müraciət eləyərək demək istəyirəm ki, biz sizin hər birinizi sevirik, çünki siz Sadiqi sevirsiniz. Biz sizin hər birinizə hörmətimiz var, çünki siz Sadiqə hörmətiniz var. Hər biriniz bizim üçün dəyərlisiniz, çünki sizin üçün Sadiq böyük dəyərdir. Və biz əmin edirik ki, biz Gürcistan Azərbaycanlıları Konqresi olaraq üzümüzə gələn il Sadiqin 80 illik yubileyinə təsadüf eləyir. O yubileydə sizin hamınızı iştirak eləməyə biz dəvət eləyəcəyik. Və o yubileyə qədər də Sadiqin daha geniş həcmli kitabını çapa hazırlayırıq. Orada demək ki, işçi qrupu onun üzərində işləyir kitabın. İbrahim müəllimin rəhbərliyi ilə İbrahim müəllimə də mən təşəkkür eləmək istəyirəm, burada fürsətdən istifadə edir. Və orada Sadiqin yaradıcılığı və Sadiqə həsr olunmuş ədəbiyyat. Və bütün bunların hamısı o kitabda öz yerini tapacaqdır. İlk dəfə Sadiq haqqında kitabı Fazil müəllim hazırlayıbdır.
Sadiqin əsərlərinin ciddi bir hissəsi həmin kitabda toplaşıbdır və ona görə də mən Fazil müəllimə ürəkdən təşəkkürümü bildirmək istəyirəm. Hər bir kəsə, Bahaddin əmmə, orada çıxış edən o körpə uşaqların da hər biri, şeirlər deyən o körpə uşaqların da hər biri özlərini Sadiqin övladları bilirlər, özlərini Sadiqin övladları sayırlar. Və Sadiq heç kim deməsin ki, sonsuzdur. Sadiqin minlərlə bugün övladları var, nəvələri var, nəticələri var, kötücələri var. Hər birimiz o yolun yolçusuyuq, hər birimiz bu hisslərə bütün həyatımızı verməyə hazır olan adamlarıyıq. Bizim üçün, Borçalı üçün Sadiq bir dəyərdir. Və bu 20-ci əsrdə yaşanmış bu sevgi dastanı, həyat dastanı, o məsələn, o hesab etmirdi ki, sevdiyimlə mən evlənəcəmsə xoşbəxt olacağım. Onun yanaşması, baxışları bu cür idi ki, eşq yolunda alovlanmaq, yanmaq. Bütün həyatını o yana-yana sevmək istəyirdi. Bəlkə də ilahi eşqə qovuşmuş. Bəli, bilirsiniz, tamam başqa o hissləri yaşamayan insanlar onu başa düşə bilməz. O hissləri də yəqin ki, hər 2-3 əsrdən bir yaşanır elə bir insanlar, elə bir həyat eşqi, elə bir sevgi. Sadiqin məkanı cənnət olsun. Sadiq bizim üçün əzizdir, doğmadır və mən sonda bir şey də vurğulamaq istəyirəm. Bilirsiniz, Sadiq bizə həmişə pozitivliyi öyrətdi. Hər düşdüyün pis halın içində bir yaxşı nəyinsə olduğunu öyrətdi. Onu tapmaq yollarını bizə başa saldı hələ uşaq vaxtlarımızdan. Və mənim üçün çox bir Sadiq mövzusu istər-istəməz nə qədər eşq olsa da, sevgi olsa da, məhəbbət olsa da bir hüznlə gedir həmişə. Sanki bir qəmli musiqi ilə müşayiət olunur Sadiq mövzusu. Və bu musiqi demişkən, mən fürsətdən istifadə edib bizim dostumuz, elimizin ustad aşığı, Aşıq Həvəskara da təşəkkürümü bildirirəm. Sadiqə həsr olunmuş şeirləri, Butanın sözlərini və Sadiqin öz sözlərini ifa elədiyinə görə, bəli, Sadiq mövzusu həmişə bir hüznlə müşayiət olunur. Sanki bir qəmli musiqi ilə müşayiət olunur mənim qəlbimdə, mənim baxışlarımda. Və burada da bu proqramı hazırlayanda da bizlər indi bilirik ki, biz o hüznlə də rastlaşdıq. Bütün materiallarımızın toplaşdığı kasetin başına problemlər gəldi və biz keçən 3-cü gün bunu paylaşmalı idik. Ona görə bizim tamaşaçılar bizi bağışlasınlar. Bəlkə də burada da yenə Sadiqin taleyi özünü göstərirdi. Nəysə, hamımıza gözəl günlər, bütün bizim izləyiciləri mən ürəkdən salamlayıram bir daha və onları əmin etməyə çalışıram ki, bizim yaradıcı iş qrupu, bizim bu gənclərimiz Borçalıyı tanıdan şəxsləri, Borçalının baş tacı olan o ellərimizi yorulmadan, usanmadan, bezmədən bir-bir sizlərlə tanış edəcək. Öncə özləri tanış olacaq, sonra sizləri tanış edəcəkdir. Çox sağ olun, var olun gənclər. Beləliklə, daha bir verilişimizin sonuna yaxınlaşdıq. Bu dəfə verilişi mən yox, Ustad Aşıq Həvəskar şair İsa Sadiqin Borçalda Gəz şeiri ilə sonlandıracaq.
bəzəyin oy oy dadını Məclislərin oy oy bəzəyini dadını Ağız ləzzətin borşayanı da gəz Ay gələn qonaqlar əngəli qabanın hay Gələn qonaqlar əngəli qabanın Əzəl hörmətin borşayanı da gəzin Əzəl hörməyətini borşayan Hıda gəzlə yayla balam ayla yayla balam ay təyər lambalay ey rambalam Əgər sənə əfşara varsa ya marayın Əgər sənə əfşara varsa ya marayın Keçsin körpünü qonşuyu qazayın Şair ağaya canına şiir sadid Odlu sohbetini borşayarı da gezin Odlu senayetini borşayar Hıda gezle yayla balamayla yayla balamayla yayla balamay təyər lambalay ey rambalam Çala balam ey yollar ya deftin fikrim dolaşdı Yollar ya deftin fikrim dolaşdı Bir gözüm sevmişti bir gözüm yaşdı İsa'nın şehri de salaya yaraşdı hay İsa'nın şehri de sazan oy oy yaraşdı Sözün ziynetini borşayarı da gezin Sözün ziynetini borşayar Hıda gezle